Hər vaxtınız xeyir. 9 mart 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin təşkil edəcəyi BA, BB, AC və AB kateqoriyalı belə deyək, dövlət qulluğu imtahanları üzrə təşkil ediləcək imtahana hazırlaşmaq məqsədi ilə kursumuzda 2 mart sınaq təşkil etmişdik. Dövlət İmtahan Mərkəzinin yaratdığı imtahan modelinə uyğun onlayn qaydada kompüterləşmiş imtahanımızla tələbələrimizi və kursumuzun tələbəsi olmayan qeyri-tələbələri də yoxladıq və təxminən 70-dən yuxarı tələbə bu sınaqlarımızda iştirak etdi və onların siyahısını öz kursumuzun səhifələrində paylaşım eləyəcəyik. Hal-hazırda isə məntiq sualların izahına baxırsınız. Bütün kateqoriyalar üzrə məntiq proqramı eyni olduğu üçün AC, AB, BA və BB kateqoriyası üzrə imtahan suallarımızla tanış olursunuz. Möhtəşəm suallar var. Böyük əksəriyyətini izah edəcəm, bəzilərini isə sərbəst sual kimi sizlərə tapşıracağım. 71-ci sualla başlayıram. Şəkildə gördüyünüz nümunədə S hərfi 2 dənə dairənin içindədir deyə yanına 2 dənə 0 yazıblar. V hərfi üçbucağın içindədir deyə 3, kvadratın içindədir deyə yanına 4 yazıblar. F də üçbucağın içindədir deyə yanına 3 yazıblar. Burada əsas məsələ odur ki, ədədləri toplayanda F-in 2 rəqəmli, F3 ədədinin 2 rəqəmli olduğunu nəzərə almadan elə şərait yaradıblar ki, S, V və F alt-alta düşsün. Biz bunu aşağıda da qorusaq, 3 sıfırın içindədir və o da 4-ün içərisindədir. 2 elə elədim ki, 3-dən alt-alta düşsün. Sıfırın içindədir. O daha da bir dənə sıfırın içindədir. O da üçbucağın içindədir. Fikir verin, normalda 304 ilə 2003-ü belə toplamazlar. Amma yuxarıda mən görürəm ki, S, V və F alt-alta düşsün deyə sonuncu sətirdəki 2 rəqəmlər dədir sağdan yox, soldan yazıb. Deməli, mən də burada sırf bu qaydadan istifadə edib cavabı 5043 alıram. Növbəti sual kitabımızda 7 ildə yer alan bir sualdır. Hansı ki, Dövlət İmtahan Mərkəzi fevral imtahanında bax bu sual tipindən istifadə elədi. Və yoldaşlar, bu bizim sınaqların və mənim şəxsən müəllifi olduğum kitabların nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Hal-hazırda müxtəlif müəlliflər Dövlət İmtahan Mərkəzinin sınaq və belə deyək, digər kitablarını kopyalayaraq özləri üçün kitab yaradırlar. Amma 7 il öncə yaratdığımız kitablar nə qədər aktualdır və nə qədər gündəmə uyğundur, fakt göz önündədir. Və baxın, sadə bir sual, bu sual tipi heç dim imtahanlarında istifadə etməyib, amma mənim kitabımda 7 ildir yer alır. Və nəhayət fevral imtahanında dim belə bir stilə də müraciət elədi. Bilirsiniz ki, mənim 6-7 kitabım mövcuddur məntiq sahəsi üzrə və bunlardan üçünü belə deyək, daha çox işlədirik. Biri mütəmadi update olunan kitabdır. Hər yeni mövzunu belə deyək, həmin kitaba daxil edirik. Digər 2 kitabım isə ənənəvi tipləri özündə cəmləyir. Siz bu sualı necə tapa bilərsiniz? Baxın, A plus B bölü 2-ni bərabər eləyərsiniz 9-a. A plus C bölü 2-ni bərabər eləyərsiniz 10-a. B plus D bölü 2'ni bərabər eləyərsiniz S-ə. C plus D bölü 2'ni də bərabər eləyərsiniz 17'ye. Bütün kəsirləri məxrəcdən azad eləyərsiniz. Yəni hamısını 2'yə vurarsınız. Sistem tənliklər yaradıb xırda-xırda həll eləyərsiniz. Amma mənim təbii ki, daha sadə həll təklifim var. Fikir verin, bununla bunu toplayanda nə olur? A, B, C, D bölü 2. Bundan bunu toplayanda nə olur? A, B, C, D bölü 2. Deməli, bununla bunun cəmi, bununla bunun cəminə bərabər imiş. 9 plus 17, 26. 10 ilə nəyin cəminə bərabərdir? 16-nın. Cavab A variantı. Növbəti sualımız. Ədviyyə. Zəfəran, yəni zəfəran bir ədviyyə növüdür. Qənnadı sual. Nabat. Nabat qənnadı məhsuludur. Zəfəran isə ədviyyədir. Yəni ədviyyatdır. Çox unikal bir sual.
Şəkildəki hər bir xanaya yazılan ədəd onun altındakı iki xanadakı ədədlərin cəminə bərabərdir. Bu şəkildə ən çox neçə tək ədəd yazıla bilər? Bax, məsələn, bura 1 yazaq, burada 3 yazaq. 1 ilə 3-ün cəmi 4 eləyir. 2 dənə tək ədəd yazdım. Biz bura bir dənə də tək ədəd yazsaq, məsələn 5, artıq onların üstündəki ədəd cüt eləyəcək. Və bura bir dənə də tək ədəd yazsam 1, yenə onların üstündəki ədəd cüt eləyəcək. Ondan sonra da cütlə cütün cəmi yenə cüt, cütlə cütün cəmi yenə cüt, yenə cütlə cütün cəmi yenə cüt alınacaq. Bu bizə sərf eləmir. Bizə sərf eləyən budur ki, arada bu təklərin birini pozaq ki, yuxarıdakı ədədlərin də cəmi təkə çevrilsin. Fikir verin. 1, 3, elədi 4. 4-ün üstünə nə gələndə tək ədəd olar. Gərək tək ədəd gələk. Məsələn 5 yazsaq, burada 9 eləyir. Nəyin üstünə 3 gələndə 5 eləyir? 2-nin. İndi 2-nin üstünə nəsə gəlib bura yazmalıyam. Bax, burada yenə tək ədəd almaq üçün. Çünki 2 dənə təkin cəmi yenə tək eləyər. Məsələn, bura 8 yazsaq, tutaq ki, 8 5 ilə 3-ün cəmidir. 3 də 2 ilə 1-in cəmidir. 9 ilə 8-in də cəmi 17 eləyir. Deməli, bu piramidaya 1, 2, 3, 4, 5, 6, 7. Düz 7 dənə tək ədəd daxil etmək olar. 75-ci sual sadə bir mətn sualıdır. Qruplarımızda tələbələrimizlə baxmışıq deyə çox yubatmaq istəmirəm videonu. Kim istəyir, screen götürüb işləsin. 76-cı sual rebus tipli bir sualdır. Burada 5 ilə 4-ün cəmi 9, kvadratların cəmi isə 41 eləyir. 25 plus 16. Burada da 12 ilə 11-in cəmi 23, 144 ilə 121-in cəmi isə 265. 7 ilə 3-ün cəmi 10, 49 ilə 9-un cəmi də 58. Cavab 58 və 10. 76-cı sualda bir qəbula düşmüş sualdır. Sadəcə rəqəmlərini dəyişmişəm. 3 vur 4, 12. Üstə gəl, 5 vur 2. Eləyir 22. 6 vur 8, 48. Üstə gəl 1 vur 2, 50. 4 vur 9, 36. Üstə gəl 5 vur 2, 46. 78-ci sualda maraqlı bir qəbul sualıdır. Yenə hərfləri dəyişmişəm. A ilə Y, baxın, A ilə Y-dən alınır B. Deməli, bunun cavabı alındı B. B ilə D. Fikir verin, B ilə də D-dən alındı C. Bunun da cavabı C. Yoldaşlar, D ilə B-dən də C alınır. Yəni, yerini dəyişəndə nəsə dəyişmir. Bu sizi narahat eləməsin. Sonra B ilə C'dən nə alınır? B ilə C'dən də alınır A. Deməli, bu ikisindən də, baba, bu ikisindən də alındı A. Bəs C ilə Y-dən nə alınır? C ilə Y-dən alınır D. Və nəhayət, sol A-dır, sağ tərəf D. Bəs A ilə D-dən nə alınır? A ilə da D-dən alınır B. Cavab D variantı, yəni B hərfi. Deyir ki, 500 ədəd A4 vərəqin hazırlanması üçün orta yaşlı bir ağacın 32də 1 hissəsi emal olunur. Nəzərə alsaq ki, bir qutu A4 satılan zaman içərisində 500 ədəd A4 ilə yanaşı onun üzlüyünə də hazırlanmış vərəqlər, həm də yerləşdiyi qutunun da ağacdan hazırlandığı məlumdur. Mətndən hansı nəticəyə gəlmək olar? İstənilən bir ağacdan 32 qutu A4 hazırlamaq olar. Yanlışdır. İstənilən bir ağac yox. Söhbət orta yaşlı bir ağacdan gedirdi. İstənilən bir cavan ağacdan bəlkə daha az, qoca ağacdan bəlkə daha çox A4 hazırlamaq olur. İstənilən bir ağacın emalı nəticəsində 16.000 A4 kağız hazırlanır. Yenə istənilən yox, orta yaşlı deməliydi. Bir qutu A4-ün hazırlanması, mağazaya təqdim olunması orta yaşlı bir ağacın 32də 1 hissəsindən daha çox ağac israfı ilə nəticələnir. Bu düzdür. Niyə? Sonda vurğulayıb baxın, deyir 32də 1 hissəsi ilə emal olunur 500 A4, amma deyir o A4-ün kutusuna, üzlüyünə yenə də vərəq hesablanır, vərəq gedir. Ona görə də qısacası C variantı düzdür. 32də 1-indən daha çox gedir.
Kağızın hazırlanması üçün digər kimyəvi elementlərə də ehtiyac duyulur. Bu haqda məlumat verməmişdi. A4-ün hazırlanmasına əsasən ağacın gövdə və budaq hissələrindən, bəzən də yarpaqlarından. Nə bilirik, bəlkə heç yarpaq yoxdur siyahıda. 80-cı sual. Fikir verin. 4'ün kvadratı və 3'ün kvadratları cəmi 16 və 9 25 eləyir. 12 ilə də 13'ün cəmi 25 eləyir. 7'nin kvadratı və 2'nin kvadratı 49 və 4 53 eləyir. 22'nin də üstünə 31 gələndə cavab yenə 53 eləyir. 81-ci sual. Deyir, bunun içərisində bunlardan hansı yoxdur? Bu var. Əgər belə işarələr qoyuram, nöqtələr qoyuram, başa düşəsiz rahat. Bax, mərkəzi bura, yuxarısı bura, aşağısı bura, solu bura, sağı da bura. Fikir verin, A variantı var. Bəs B, elə B də var. Bax, epizodik olaraq yerləşdirdim bura. Görürsünüz? Elə fikir verin. D də var. Bura dolu olsa, bura, bura, bura və bura. D də var. C də var. Bak 2, burası da 3. Fikir verin. 1, 2, 3 de burası. Ama Y variantı yoktu. Y variantı burası için biraz uzundu. 3'ün 3'e verip, ki verin bunun bir tane de burada xətt olmalıydı ki biz onu düz cevap kimi götürək. Pis sual değil, xəyali bir bölmədir və cavab Y variantı olur. Çünkü Y variantı həmin figurun içərisində yerləşmir. Figur dönməsidir. Bu da sadə bir formadadır. Gördüğünüz kimi bu figurun təpə nöqtəsi bura baxır. Daha sonra isə qırıqda bura baxır. Təxminən 40 dərəcə dönüb. Mən bir daha vurğulamaq istəyirəm ki, hətta 30 dərəcədə deyə bilərdik. Bir daha vurğulamaq istəyirəm ki, sınaqların və qəbulların izahına baxan tələbələr bazalı olmalıdırlar. Bazasız tələbə əziyyət çəkəcək bu suallara baxanda. Onlar hansısa mövzunu sıfırdan mənimsəməyiblərsə, promoy baxanda çox çətinlik çəkə bilərlər. Bu isə təxminən bir 60 dərəcə dönüb. Üçüncü sual təxminən 90 dərəcə dönüb. Dördüncü bənd görürsüz, bax, bantik kimidir. Üzü yuxarı baxır. Sonra isə üzü aşağı baxır. Təxminən 180 dərəcə dönüb. Bu 5-ci sual isə, bax, bu təpə nöqtəsindən xətt çıxartsaq, burada da belə qaradan qırığa getdiyimiz üçün bu da təxminən bir dönüb də bir 200 neçə 300 dərəcə deyək. Hətta 320, 330 dərəcə deyə bilərik. Sizdən nə soruşur? Azalma ardıcıllığı. Azalma ardıcıllığı deyirsə, çoxdan başlamalısınız. 5, sonra 4, sonra 3, sonra 2, sonra 1. Figurlar da bir-birinə uzaq bucaqlar verilib ki, rahat mənimsəyəsiz, rahat tapasınız. Cavablar o qədər bir-birindən uzaqdır ki, mən tərəddüd etmədən körtəbii şəkildə cavablar verdim. Yəni əgər cavablar bir-birinə yaxın olsaydı, mən bir xeyli düşünəcəkdim ki, görüm elə cavablar verim ki, 5-10 dərəcə belə xəta etməyim. Yoldaşlar, 83-cü sual. Bir rebus, özür istəyirəm, qeyri-aşkar operatordur. Ekrana qoyum, olsun sizin üçün sərbəst sual. Cavabını tapın və belə deyək, rəy bölməsində yazın görək. Düzmü tapdınız? Tapa bilməsəniz də yazın, mən cavabını yazım sizin üçün. 84-cü sual da primitiv bir tərəzidir. Burada 2 bulud ixtisar gedir 2 buludla. Avtomatik aşağı baxan ox bərabər olur 2 dənə romba və bir dənə buluda. Onu da burada yerinə qoyuruq. 2 dənə oxu silirik. Yerinə 4 dənə romb qoyuruq. 2 dənə də bulud qoyuruq. Bu zaman rombların 3'ü ixtisar gedir. Buludların da ikisi ixtisar gedir. Bir qadağa, bir romb bərabər olur bir buluda. Sizdən də onu soruşur.
Cavab A variantı. Növbəti sualımız 8-dən 19 almaq üçün 2-yə vurarıq, üstünə 3 gələrik. 19-da 2-yə vurarıq, 38 üstünə 3 gələrik. 41-i də vurarıq 2-yə, 82 üstünə 3 gələrik. Ardıcıllıqdır, 2-yə vurub 3 gəlib. İndi 349-u da vurarıq 2-yə və üstünə 3 gələrik. 8, bir yadda 698-in də üstünə 3 gələndə cavab 701. Şifrələmə mövzusu kifayət qədər sadə olduğu üçün bu da sərbəst sual olsun. Yəqin ki, tələbələrimizdən bunu səhv edən olmayıb. Sizlər də sadə sual olduğu üçün şifahi şəkildə belə tapa bilərsiniz. Maraqlı ipucular var. Bütün sözlərin ikinci və dördüncü hərfi ə hərflərdir, amma bir sözün yox. O hansıdır? Çörək. Çörəyi tapan kimi ç hərfi ortalığa çıxır və sizdən soruşulan hər şey ifşa olur. Baxırıq 87-ci suala. Bu sualda deyir ki, Nərmin, Rəna, Nilüfər və Aysel müxtəlif çalğı alətlərində, pianoda, kamançada, skripkada və arfada ifa edə bilirlər. Lakin hər biri ancaq bir alətdə çala bilir. Eyni zamanda onların hər biri bir xarici dildə bilir. Deməli, yoldaşlar, yazıram. Nərmin, nə, Rəna, rə, sonra Nilüfer, ni və Aysel, ay. Bunlar nə edirlər? Piyanoda, kamançada, skripkada və arfada çala bilirlər və ingilis dili, alman dili, fransız dili və İspan dili bilirlər. Belə bir cədvəl qurdum. Skripkada çala bilən qız İspan dilini bilir. Bilmirəm kimdir o. Rəna arfada və pianoda çalmış. Rəna arfada və pianoda çalmış. İngilis dilini bilmir. Rəna ingilis dilini bilmir. Nərmin də arfa və pianoda çalmır. Nərmin də piano və arfada çalmır. O da ingilis dilini bilmir. Nilüfer fransız dilini bilir. Nilüfer fransız dilini bilir. Deməli, digər dilləri bilmir. Fransız dilini də bilən başqa adam yoxdur. İngilis dilini bilən Aysel qaldı. Lakin arfada çala bilmir. Kim? Nilüfer. Nilüfer arfada çala bilmir. Avtomatik arfada çalan Aysel çıxdı. Aysel deyir, hansını ifa edir? Aysel ingiliscə bilir və arfada çalır. Cavab A variantı. Primitiv bir mətn sualı idi. Şuşa şəhərində 2500 işçi işləyəndə 2 ilə bərpa prosesi yekunlaşacaq. 2500 işçi bütün bu bərpanı 24 aya bitirəcək. Deyir, əgər 15 aya bitirmək lazım olsaydı, 15 aya x. Bilirsiniz ki, işçilərin sayı artanda işin görülmə müddəti azalır. Və bu tərs mütənasiblik adlanır. Və tərs mütənasiblikdə vurma qaydası qarşı-qarşıyadır. Burada siz 2500'ü vuracaqsınız 24'ə, bərabər eləyəcəksiniz x vurulsun 15'ə. Buradan da x'i tapacaqsınız 4000. Çox tələbəmiz də belə eləyib, cavabı 4000 götürüb. Amma sizə sual verir ki, daha neçə işçiyə ehtiyac var? Onsuz da 2500 işçi var da, deməli daha 1500 işçiyə ehtiyac var. Saat məsələsi 13:05'də evdən çıxmalı olan adam güzgə baxanda bunu görür. Güzgə baxanda nə görür?
11'i keçib 12 eşləyib 10 dəqiqə. Yəni 11 10'du saat. Bunun güzgüsünü tapanda eləyir 12 50. İndi yoldaşlar 12 50'dən 10 üstü 15'e kimi neçə dəqiqə var? Təbii ki 15 dəqiqə. Bir daha vurğulayıram. Sual tipini ki bilmirsiniz, bu izah sizə çox məntiqsiz, çox sürətli gələ bilər. Dərhal dayandırın və sual tipini açın YouTube'dan, kanalımdan izləyin. Bunun adı Yeni Stil Saatdır. 89 artıq tələbələrimizin su kimi həll elədiyi suallardan biridir. Bulut sualıdır. Sərbəst sual kimi tapşırıram. Tələbələr bulut sualını yazıb, axtarıb, izahına baxıb, sonra bu sualı həll eləyib, şərhlərdə yaza bilərlər doğru cavabı. Üzü sola da gedə bilərik belə, üzü sağa da gedə bilərik belə. Fərqi yoxdur. Əsas odur, hər bir fiqurun nə işə yaradığını başa düşəsiniz. Ardıcılığa baxaq. Burada 4 çıxıb 6 gəlib. Burada isə 4 gəlib 6 çıxıb. Deməli burada 4 çıxıb 5 gəlibsə, onda burada da 4 gəlib 5 çıxmalıdır. Bu da B variantında öz əksini tapır. Bu bir ardıcılıqda isə bu biraz çətin sayıla bilərdi qismən, çox yox. 80'dan 40'a 2'ye bölüp, 40'dan 20'ye 2'ye bölüp, 2'ye bölüp, 2'ye bölüp, 2'ye bölüp. 7'den 16 necə alıb? 2'ye vurup, üstüne 2 gəlib. 16'dan 34'ü də eynən 2'ye vurup, 2 gəlib. 34'ten də sual işarəsini almaq üçün eyni metoddan istifadə eləsəz, cavab təbii ki 70 çıxacaq. Belə bir suala baxırıq. Deməli, M plus B beraberdir 2K üstə gəl 4. K plus A beraberdir 2L üstə gəl 6. Ve C plus L beraberdir 2M üstə gəl 5. Hamısını tərəf-tərəfi toplayıram. M üstə gəl L üstə gəl K üstə gəl A üstə gəl B üstə gəl C. Beraberdir 2 K üstə gəl 2 M üstə gəl 2 L üstə gəl 4 6 5 15. M L K'nı yığıram sağa. A plus B plus C beraber olur. 2K 2M 2L'den bundan hər birini çıxanda qalır. K plus L plus M plus 15. ABC'nin de size 20 verip. Eğer bunların cəmi 20'dirsə, 20'nin üstüne ne gələndə 15 edir? 5 gələndə, düz deyil. KLM ne oldu? 5. Deyir KLM nədir? ABC bölünsün 4. Çünkü ABC cəmi 20'dir. 20'ni de 4'e böləndə 5 edir. Cavab A variantı. Kakuro. Baxaq. Bax burada Kakuro'da gördüğünüz kimi 3 ve 3 var. O da 2 ile 1'in cəmidir. 19'un qabağına 1 yazmaq olmaz. Çünki 19'dan 1 çıxanda 18 qalır. 18'i 2 dənə elə ədədə parçalaya bilməzsiniz ki, ədədlər 10'u keçməsin. Ya da təkrarlanmasın. Ona görə 1'i bura, 2'ni bura yazacaqsınız. 17'dən çıxıram 1'i, qalır 16. 16'nı da parçalayıram nə kimi? 9 ilə 7 kimi. 19'dan 2 çıxıram 17 qalır. 17'ni de parçalayıram 9 ile 8 kimi. 8'i bura, 9'u da bura yazıram. 20'den 9 ile 7'nin cəmini, yəni 16 çıxıram, qalır 4. 1'i bura yazıram, 3'ü bura. 4'ü de parçalayıram 3 ve 1 kimi. 1'i bura yazıram, 3'ü bura. 1 ile 3'ün cəmi 4 eləyir, üstüne 8 de gələndə eləyir 12. Deməli, burada nəsə problem yaşamışam. Gəlin 3'ü aşağı yaza, 1'i yuxarı.
Sonra 4'ü də parçalayaq 3 və bir kimi. Yine 3 ile 1'in cəmi 4, bura 8 düşür. Deməli, bura 8'dirsə, 1 ile 3'ün cəmi də 4 edir. Burada 5 düşür. Ümumiyyətlə bilməlisiniz ki, 30'un 9, 8, 7 ve 6'dan ibarət olduğunu bilməlisiniz. Kısacası, bura 5 düşə bilməz. Deməli, başdan səhv eləmişik. Bu 9 ile 7'nin yerini dəyişəcəyik. 9'u bura yazacağıq. Məsələn, 7'ni bura. O zaman aşağıda ise bura 9 yazılacaq. Bura 8. Avtomatik 9 ile 8 17 eləyəndə 20'den 17 çıxanda 3 qalacaq. 3 qalanda da bura 1, bura 2 yaza biləcəksiniz. 4'ü də parçalayırıq 3 və 1'ə. 1 ile 3'ün cəmi 4, üstünə 8, 12. 1 ile 2'nin cəmi 3, üstünə 6, 9. 6, 8, 9 ve 7'nin de cəmi 30. Bunlar da 20. Bak indi düz tapmış olduk. Sonra tek ve cüt ədədləri tapmağımızı soruşur burada. O da sadə məsələdir. Yoldaşlar 95-ci sual məşhur, belə deyək, barmaq sualıdır. Barmaq sualının çox primitiv həlini YouTube-da paylaşmışam. 1, 2, 3, 4, 5, 6. Bu deyir mənəm. Deməli özündə düzdür, qalanlarda səhv. Bu deyir mən deyiləm, özündə səhvdir, qalanlarda düz. Üçüncü insan reaksiya vermir. Dördüncü insan 5 ile 6'nı gösterir. 5 ile 6'da düz. Kalanlar da səhvdir. Beşinci insan reaksiya vermir. Altıncı insan ise 1'den 5'e kimi hamını gösterir. Bir dənə özündə səhv olur. Deyir, yalan və doğru məlumatlar verənlərin sayı bərabərdirsə. Açan bərabər olduq. 3'də, 4'də və 6'da. Cavab 3, 4, 6. 96 da hamının düz tapdığı bir sualdır. Zəhmət olmasa bunu da sərbəst sual kimi baxın və alınmasa rəylərdə soruşun, müzakirə eləyək. L və T-yə qiymətlər verin. Bax, T ya 5 ola bilər ya 4. Hər iki ehtimalı nəzərə alın. Düşünün ki, o zaman L nə olacaq? Bir dəfə 4, bir dəfə 5 yoxlayın. Alınacaq. Bu da maraqlı bir məsələdir. Buna da baxaq. Qutuda 40 ədəd konfet var. Oğlanlar bu qutudan hərəyə bir konfet götürür. Oğlanların sayını X, qızların sayını Y qəbul etsək, oğlanlar hərəyə bir konfet götürür, qızlar isə 2 konfet. Və 18 ədəd konfet qalır. Deməli, götürdükləri konfetlərin cəmi 22 ədəddir. Və başlayıb qiymət qoyursunuz. Məsələn, qızlar bir nəfər olsa, 2 konfet götürsə, eləyir 2 konfet. Belə çıxır ki, 20 oğlan var, hərəsi 1 konfet götürür. Qızlar 2 nəfər olsa, 2 vur 2, 4 konfet. 22'den 4'ü çıxırsan, oğlanlara qalır 18 konfet. Qızları 3 nəfər qəbul eləsək, 2 vur 3, 6 konfet. 22'den 6 çıxanda oğlanlara qalır 16 konfet. Bunu axıra kimi davam eləsəz, görəcəksiniz ki, oğlanlarla qızların sayı eynidir cümləsi yanlışdır, çünki eyni olmur. Qızlar tək saydadır, yanlışdır, çünki tək də ola bilir cütdə. Oğlanlar cüt saydadır, doğrudur. Niyə? Çünki oğlanlar ya 20, ya 18, ya 16, ya 14 azalan bir həndəsi, üzr istəyirəm, ədədi silsilə kimi axıra qədər davam edir. Birbirindən fərqli S, V və F rəqəmləri üçün S bərabərdir F plus V şərti ödənərsə, S və F ədədinin ən kiçik qiymətini tapın. Yoldaşlar, bunlardan hansısa biri 0 ola bilməz. Çünki məsələn 0'ın üstünə 5 gəlsə, gərək bu da 5 eləsin. Bir-birindən fərqli deyil deyə, yəni S ilə V bir-birinə eyni qiymət almış olar. Minimum birini 1 götürərik, birini 2 götürərik, birini də 3. Və SVF, baxın, SVF cəmi deyir. Fikir verin.
S F ilə V-nin cəminə bərabərdir. Yəni əslində burada elə ən böyük ədəd S-dir. Deməli S3 olacaq. V-yə mən 2 verdim, F-ə 1. Əgər 2 və 1 qəbul eləsək 321 olacaq. Amma yerini dəyişsək 312. Bu daha kiçik ədəd olacaq. Gəlin V-ni 1 qəbul edək, F-i 2 qəbul edək. Nə olacaq ki? 2 ilə 1-in cəmi 3 olacaq. Bu şərtə cavab verən ən kiçik ədəd də təbii ki 312-dir. Cavab 312. Kubu həll eləmədim, çünki kub çox asandır. Burada əslində belə yanaşa bilərik. Bax, 2 dənə bu x işarələri qarşılıqlıdır, amma bir-birinə yapışıq verilib. Bu səhvdir. Üstəgəllə də şarik qarşılıqlıdır. Ona görə bu da səhvdir. Sonra bir düzdürmü, yoxsa səhvdirmi? Ona da baxaq. Bax, bu köçürülə bilər bura olduğu kimi. Bu düzdür, bir düzdür. Niyə? Çünki həqiqətən də bu xəttin sağında x-dir, üstlərində şarik. Bəs bu düzdürmü? Gəlin buna da baxaq. Bunu bura qədər gətirsək, sürüşmüş olacaq bura. Fikir verin. Vurma işarəsi. Yanında bu, aşağıda üstəgəl. Bu da düzdür. Bəs 5 niyə düz deyil? Gəlin buna da baxaq. Biz əgər görüm hansı üz hardadır. Bununla buna baxırıqsa, bununla, bax, bu bir-birlə qarşılıqlıdır axı. Ona görə bu da gedəcək. Əslində, qarşılıqlı üz anlayışlarına görə cavabları çıxdaş eləmək olardı. Nəhayət, sonuncu sualımız da Hitori. Hitorinin həlli üçün standartları bilirsiniz. Kanalımda da izləyə bilərsiniz, əgər bilmirsinizsə. Y ilə Y-nin ortasında C, Y ilə Y-nin ortasında B mövcuddur. Y ilə Y-nin ortasında D də mövcuddur. Sonra nələr var? Burada C ilə C-nin ortasında A mövcuddur. Sonra bu deməli D-dən sütunda və sətirdə təkdir. B-dən də sütun sətirdə təkdir. 2Y bir-birinə yapışıb biri uzaqda olanda demişik. Uzaqdakini qaraldın və qara xananın yanlarını ağardın. Bu C ağardı deyə bu qaralır. Yanları da ağarır. Bilirsiniz ki C'yə görə bu C qaralmalıdır. Yanları da ağarmalıdır. Bu C'yə görə bu C qaralmalı, yanları ağarmalıdır. Sonra əgər biz bu Y-ni qaraltsaq C bloka düşər. Ona görə ağarmalıdır. A-dan isə sütunda və sətirdə təkdir. Ona görə ağarmalıdır. Bizdən nə soruşur? Bizdən soruşur soldan ikinci sütundakı rənglənməmiş xanalar. Soldan ikinci sütunda rənglənməmiş xanalar B, D, A, Y, C. Yəni bütün hərflərdir. 1, 2, 3, 4, 5. Davam eləmirəm. Davam eləsəm də yoldaşlar belə bir həll yaranır. Gördüyünüz kimi burada A sətirdə və sütunda təkdir. Ona görə o da ağarır. Bu Y-lərdən məsələn tutaq ki, hansını ağardıb, hansını qaraltmaq artıq ciddi önəm kəsb eləmir. Fikir verin, məsələn mən bu Y-ni qaraltsam, avtomatik bu ağarır. Buna görə bu qaralır və bu da qaralır. Və avtomatik bu da ağarır. Və hal-hazırda heç bir ciddi problem görünmür. Heç bir xanalar bloka düşməyib, hamısı bir-biri ilə əlaqəlidir. Belə də eləyə bilərdik. Yuxarıdakını da qaralda bilərdik. Bunu qaraldanda isə bu ağarır. Buna görə bu qaralır. Buna görə bu ağarır. Bu ağdırsa bu da qaralır. Fikirsiz yenə texniki olaraq bir problem görmürəm mən. Bütün xanalar arasında bir-birinə keçid var. Bir xəta yoxdur. Yəni o hissəsi çox da önəmli deyil. Əsas sizdən ikinci sütunu soruşurdu. Onunla kifayətlənmək olardı. Yoldaşlar, bugünlük bu qədər. Növbəti videomuzda isə siz dövlət qulluğunun fevral imtahanına düşən bütün məntiq suallarının izahını görəcəksiniz və Allah qoysa imtahana qədər paylaşacağımız videoları izləmədə qalın. Sağ olun, salamat qalın.